kendini alçaltması ve çok bozgun bir etraf dillerde o insanların içinde çevre dillerdi. Ben Türkçesi dedim. Azerbaycan için kapabilirdim yani bir anı üzerine sahip. O kitabda o kadar derin mekamlar, o kadar güzel o inceliklerle qeydə alınmışdı ki, hərçək mənə bu kitabı təqdim edəndə özü şəxsən mənə dedi ki, o kitab açıq, saçıq səhnələrlə dolu olduğuna görə bir balaca insanlarda narazılığa səbəb olur. Mən oxudum, tamamen əksini dərk edərdim. Mən elə də bizim özümlər, dedim ki, Orhan, burada heç bir açıq, saçıq səhnə yoxdur. Burada sadəcə insanların etdiyi hərəkətləri açıq, aydın bir şekilde, yani okuyucuya çattıra bilirsən. Eğer pis olup başka cür qərini alırsa veya başka cür qəbul edirsə, bu olsa insanın öz şuuraltı düşüncəsi olabilir. Neyse, indi o kitabı bir kenara koyup, kitabı çok beğenmişim. Onun hakkında sağlıklarla danışırlarım. Sizi yormak fikrində dedim, sizi təbrik edirəm. Sizi Nəsib bəy, sizi Məryəm xanım, daha güzel uğurlara, inşallah yol açısına vesile olsun bu diskimiz, o gün olsun daha güzel səhnələrdə, daha güzel büyük, geniş yerlerde bu böyle təqdimatlarımızı geçirməsin. Bu ilk lisədə son olmaz. Yani en azından seni öpürüm, seni bağrımıza basırıq, ne yaxşı ki sen varsan, həmişə belə işini sev, sənədi sev, həmişə belə əzimlə çalış. Özü hiç vaxt belə rahat bırakma. İnsan neyse istədikdə, əldə etmək istədikdə mütləq çalışmalı. Yapmaq olmaz. Sizin yolunuz elə bir yoldur ki, bir bacıları sahişəyə çıxın, siz mütləq çalışmalısınız. Siz çalışmasa, siz bu səhnədə, o səhnədə haradasa görsənməsəz, təbii ki, millət də bilsin, biz Mirzə Rəhbər sahibinin bir karşıya çıkacağım, Mirzə Rəhbər sahibinin bir şeiri var. Mən salim olun, cümlə cahan batsa da batsın, tek oyanan varsa da hep dağılıma çaksın. Yani siz oyanık olmalısınız ki milleti de oyandasınız. Siz səhne insanlar, siz gerek bizi ruhlandırasınız. Biz size bakıp, yani sizin bu şiirleri biz dinleyip ruhumuz dincəlməlidir. Siz olmasanız biz dinləyə bilərik. Bizim ruhumuz